Salam əziz abituriyentlər, mən Tərlan Rəcəb Aliyev. Bugün sizlər üçün imtahan öncəsi əhali ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin 2020-25-ci illərdə qəbullarda istifadə etdiyi test tapşırıqlarını nizam təqdim edəcəm. Bugünkü sualların hər birisi müxtəlif tarixlərdə qəbullarda istifadə edilən suallardır. Birinci test tapşırığımız belədir. 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 8 milyon 300 min nəfər. Kənd əhalisi isə 3 milyon 984 min nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini hesablayın. Urbanizasiya şəhər əhalinin payını bildirir. Təqdim edilən buradakı 8 milyon 300 min bu ümumi əhalidir. Bunun tərkibində həm kənd, həm də şəhər əhalisi var. Məsələnin davamında ümumi əhalidə kənd əhalisinin sayı təqdim edilmişdir. Biz 8,3 milyondan 3 milyon 984 min çıxmaqla şəhər əhalinin sayını tapa bilərik. Və ümumi əhalinin 100%, şəhər əhalisində aldığınız cavabı x% yazıb tənasübdə urbanizasiya neçə faiz olduğunu təyin edə bilərsiniz. Ya da ki, kənd əhalisi ümumi əhalidə neçə faiz olduğunu hesablayırsınız. Aldığınız cavabı ümumi 100%-dən çıxaraq şəhər əhalisini tapa bilərsiniz. Necə istəyirsiniz, edərsiniz. Elə ikinci dediyimizi qeyd edək. 8 milyon 300 min bu ümumi əhali olduğuna görə onu 100% kimi qeyd edək. Kənddə yaşayan insanların sayını isə x% qeyd edək. 3 milyon 984 min nəfər. Və aldığınız cavab kənd əhalisinin faizlə miqdarıdır. Ümumi 100%-dən çıxmaqla biz urbanizasiya, yəni şəhər əhalisinin payını tapa bilərik. Burada biz coğrafiya məsələlərində düz mütənasibliyi qanununa əsasən çarpaz vuracağıq. Belə ki, 3 milyon 984 min 100-ə vurub 8,3 milyona bölürsünüz. Gəlin vuraq. 3 milyon 984 mini vurduq 100-ə. Bölürük 8,3 milyon. 8 milyon 300 min. Burada sıfırları ixtisar edə bilərik. Bu 3 sıfırla bu 3 sıfır. Deməli 3984 bölünsün 83. İndi bunu daha əvvəl böldüyümə görə sürətli şəkildə 48% qeyd edirəm. Bu 48% kənd əhalisidir. Bizdən urbanizasiya, yəni şəhər əhalisini istədiyinə görə sonda cavabı 100-dən çıxırsınız. Bu da elədi 52%. Beləliklə, ölkədə 52% əhali şəhərdə yaşayır. Urbanizasiya bu qədərdir. Növbəti tapşırığa baxaq. Mötərizədə qeyd edilən deməli, tarix həmin sualın istifadə edildiyi tarixdir. Ümumi təhlil edəsi olsaq, belə ki, 2025-ci il mayın 25-də birinci cəhət, ikinci qrup üçün keçirilən imtahanda 2 dənə əhali məsələsi düşüb. Adətən qəbullarda 3-4 dənə məsələ düşür və diqqət edirsinizsə, burada qəbulun eyni seansında düşən 2 məsələ elə əhali ilə bağlı olub. O yüzden də əhali məsələlərinə diqqətlə yanaşın. Bu izahımız, əgər bu il qəbulda yenidən əhali ilə bağlı məsələ düşsə, böyük ehtimal ki düşəcək, köməyinizə çatacaq. Davam edək. Ölkənin əhalisinin sayı 12 milyon nəfərdir. Bir ildən sonra əhalinin sayı 12,1 milyon nəfərə çatmışdır. Yəni 100 min artım olub. Artımın 40 min nəfəri mexaniki artım hesabına olmuşdur. Yəni ölkəyə gələnlə gedən arasındakı fərq. İllik təbii artımı, yəni hər 1000 nəfərə olan göstəricini hesablayın. Əvvəla siz bilməlisiniz ki, əhalinin artım mənbəyi 2 qrupa ayrılır, təbii və mexaniki. Təbii artım doğulanla ölən arasındakı fərqdir. Mexaniki artım isə ölkəyə gələnlə gedən arasındakı fərqdir. Burada biz görürük ki, 12 milyon əhali ilin sonunda 12,1 milyon olub. Yəni, ümumi artım nə qədərdir? 100 min nəfər. Hardan gəldi bu 100 min nəfər? 12,1-dən 12 milyonu çıxdınız. 0,1 milyon, yəni 100 min nəfər ümumi artımdır. Bu 100 min artımın içində həm təbii artım var. Yəni, doğulanla ölən arasındakı fərq. Həm də mexaniki artım var. İndi isə digər verilən ifadəyə baxaq. Artımın 40 min nəfəri
Yəni bu 100 min içindəki 40 mini mexaniki artıma aiddir. Mexaniki artım hesabına olmuşdur. Yazıram bura 40 min mexaniki artımdır. Siz əlbəttə ki 100 min ümumi artımdırsa, bunun 40 min mexanikidirsə, yəqin ki təyin etdiniz ki təbii artım yerdə qalan 60 mindir. 100 mindən çıxdınız. Bura qədər hər şey bəllidir. Sonra bizə deyir ki, deməli olmuşdur. Orta illik təbii artım. Orta illik bir il ərzində orta hesabından artan əhalidir. Onun hər 1000 nəfərə görə göstəricini hesablayın. Bunun üçün də biz əhalinin ümumi sayına diqqət edirik. Əvvəldə nə qədər idi? 12 milyon. 12 milyon insandan təbii artım hesabına nə qədər insan artıb? 60 min. O zaman minə də x qoyub tənasibi yazıb həll edəcəksiniz. Gəlin yazaq. 12 milyon nəfərdən deməli 60 min artım olub. Bəs bizdən soruşulan 1000 nəfərə görə bu artım göstərici necə olacaq? Buna da x nəfər qeyd edirsiniz. Bu tip məsələlərdə bayaq dediyimiz kimi çarpaz vurmadan istifadə edirik. Belə olarsa həm alt-alta ixtisar edə bilərsiniz, həm də qarşı-qarşıya. Həm bu xətləri çəkdikcə siz diqqət edin ki, nəyə görə çəkdim. İndi nə qaldı? 12-ni vuracam x-a, elədi 12x. Bu tərəfdə də 60 qalır. Buradan da x bərabərdir 60-ı 12-yə bölürsünüz 5 nəfər. Beləliklə hər 1000 nəfərə görə bizdən soruşulan təbii artım göstərici Y variantındakı kimidir. Təbii artımın 2 dənə tipi var idi. 1000 nəfərə görə 12-dən azsa birinci tip, 12-dən çoxsa ikinci tip. Verilən statistik göstəriciyə görə birinci tipi aid edə bilərsiniz. 3 nömrəli tapşırıqla davam edək. Ölkədə əmək ehtiyatlarının 53% qeyri-maddi, 32% isə maddi istehsal sahələrində çalışırlar. İşsizlərin sayı 4,5 milyon nəfər olduğunu bilərək, ölkənin əmək ehtiyatlarının ümumi sayını hesablayın. Əvvəlcə əmək ehtiyatları nədir, onları xatırlayaq. Yaşı 16-65 aralığında olan əqli və fiziki cəhətdən sağlam şəxslərə deyirik. Deməli, əmək ehtiyatlarının tərkibində 53% qeyri-maddi, 32% maddidir. Qeyd edək. Əmək ehtiyatları. Əmək ehtiyatları özü 2 dənə qrupa ayrılır. Birincisi məşğul olan, yəni işləyənlər. Buna qısaca fəal deyə bilərsiniz. İkincisi isə iş axtaranlardır. Onlar isə işsizlər adlanır. Verilən sualda 53% gördüyünüz kimi qeyri-maddi istehsaldır. Yəni tam xidmət sahələrində çalışır. Bank, marketing, ticarət, nəqliyyat, turizm, səhiyyə və s. sahələrdə çalışır. Deməli, yəni işləyir də, belə deyək. 53% qeyri-maddi istehsal sahələrində çalışır. Plus 32% isə maddi istehsal sahələrində çalışır. Maddi istehsal, maddi nemətlər istehsal edən sahələrdir. Yəni sənaye, kənd təsərrüfatı, tikinti, tədarik. Beləliklə, fəal əhali ümumi neçə faiz oldu? 53 qeyri-maddi, 32 əmək ehtiyatının 32% maddidədir. Bunların ikisi birlikdə cəmləyəcəksiniz, eləyəcək 85%. Deməli, əmək ehtiyatları ümumi yanaşdığınızda 100% kimi götürürsünüz. Belə başa düşün ki, bu 100% əmək ehtiyatının 85%-i fəaldır. Hansı ki, əmək ehtiyatının 53%-i qeyri-maddi istehsalda, təhsildə, səhiyyədə və s. çalışır. Əmək ehtiyatının 32%-i maddi istehsalda, sənaye, kənd təsərrüfatı kimi sahələrdə çalışır. Yəni, ümumilikdə əmək ehtiyatı 85%-i fəalda işləyir. Yerdə qaldı neçə faiz? 100-dən 15 çıxdınız elədi, nə qədər? 15%. O 15 də iş axtaranlardır, işsizlərdir. Sualı bir dənə qaydım görüm nə deyirdi. İşsizlərin sayı 4,5 milyondur. İşsizlərin birbaşa sayı verilib bizə. Əla. Faizini də bilirəm, sayını da bilirəm. Yəni 15% 4,5 olan ədəd əmək ehtiyatları. Bunu bilərək əmək ehtiyatlarının ümumi sayını hesablayın. Əmək ehtiyatları fəalla işsizin cəmi dediyənə bütöv biz 100% kimi götürürük. O zaman qeyd edək. İşsizlər 4,5 milyondur və bu da faiz olaraq 15%-i bildirir. Yəni, riyaziyyatdan belə bir qayda deyək. 15%-i 4,5 milyon ədədi axtarırıq. Əmək ehtiyatı 100% kimi götürürsən, yazaq. 15%-i 4,5 milyon olan ədədi axtaraq. Bu zaman ədədin özü də bütöv olduğuna görə 100% kimi qeyd edək. Yenə də coğraf məsələlərdə çarpazdan istifadə edəcəksiniz.
Buradan da əlbəttə ki, x-i tapmaq üçün nə edəcəksiniz? 100'ü vururam 4/5'e böləcəm 15'e. Gəlin hesablayaq. X-lar aparmaq üçün bir dənə baxın görün eləyə bilərik. 100'ü 4/5'e vursan 450 eləyəcək. 450 də 15'e rahat bölünür. 45'i 15'e böləndə 3 eləyir. 0 da yanına qoyduq 30 milyon. Beləliklə əmək ehtiyatlar 30 milyon imiş. D doğru cavab imiş. Həqiqətən də 30 milyonun 15%, yəni 4,5 milyonu işsizlərdir. Yerdə qalanda 25,5 milyon, yəni 85% fəal əhalidir. Bu sual isə 3-cü qruplar üçün 1-ci cəhd imtahanında düşmüşdür. 4-cü suala baxaq. 1994-cü ildə ölkə əhalisinin sayı 7,5 milyon nəfər olmuşdur. 1994-dən 2004-cü ilə qədər üçün əhalinin orta illik artımı 1,5% olmuşdursa, 2004-cü ildə ölkə əhalisinin sayını hesablayın. Yəni demək istəyir ki, 94-də bu qədər əhali olub. Sonra 94-dən 2004-ə qədər 10 il ərzində hər il orta hesabla bu 7,5 milyonun 1,5% qədər əhali artır. Belə olarsa 2004'də əhali sayı nə qədər olur onu hesabla deyir. Bunu belə yaza bilərsiniz. 7,5'in 1,5%-ni taparsınız. Həmin aldığınız göstərici bir ildə artan əhali sayıdır. 94'dən də 2004'ə qədər 10 il keçdiyinə görə, orta hesabla dediyinə görə, hər ildə həmin sayda artdığına görə aldığınız cavabı ona vurub və yekun 7,5'in üzərinə gələcəksiniz. Ya da ki, bir ildə 1,5% artıbsa, 1994'dən 2004'ə qədər 10 il keçdiyinə görə, elə 1,5'i ona vurarsınız, eləyər 15%. Bu sizə daha rahatdır. Yəni 10 il ərzində artacaq ümumi əhali sayı birdən-birə tapmağa imkan verir. Gəlin hesablayaq. 7,5 milyonu elə birbaşa normal ədəd kimi yazaq. 7 milyon 500 min. Bu 100%'dir. Gəlin bunun 15%'ini tapaq. Faizin altında faiz yazaq. Çünki 10 il ərzində 15% ümumi artım olacaq. Bunun üçün də əlbəttə ki, sıfırlardan biraz azaldıq, gözümüzə çox dəyir. X-i tapmaq üçün 75 mini vuracam 15'e. Bu da 1 milyon 125 min edəcək. Bu rəqəm 10 il ərzində artan əhalinin sayıdır və bu sayı siz əvvəlki 1994-dəki 7,5 milyon üzərinə gələcəksiniz. Qeyd edək. 7 milyon 500 minin üzərinə gəlirəm. 1 milyon 125 mini. Bu da eləyəcək 8 milyon 625 min. Bu arada bunu biz belə deyək, variantda necə görə bilərik? Variantda C variantında yazılan şəkildə görə bilərsiniz. 8 milyon 625 min. Davam edək. 2025-ci ilin ikinci cəhd imtahanında istifadə edilən sual modeli belədir və açıq sual kimi təqdim edilmişdir. Baxaq. Ölkədə hər 1000 nəfərə düşən təbii artım 6 nəfərdir. Əhalinin illik təbii say artımı isə 14,4 min nəfər olmuşdur. 14.400 nəfər. Ölkə əhalisinin sayını hesablayın. Sadə bir tənasüblə tapa bilərsiniz. 1000 nəfərə nə qədər təbii artım var? 1000 nəfərə 6 nəfər var. Yazın. 1000 nəfərə 6 nəfər artıb. Bəs ümumi artım nə qədərdir? 14,4 min. Bunu artımın altına yazın. Bizdə artım 6'dır 1000'ə görə. O 14.400 nəfər var. 14,4 min. Onu sağ tərəfdə qeyd edəcəksiniz. Əhali sayında biz bilmirik. Bunda x qoyub cavabı tapacaq. Beləliklə tənasübümüzü həll eləyək. Belə ki 14.400'ü vuracam 1000'ə. Böləcəm 6'ya. Bu da 2 milyon 400 min edir. Bu arada sualın şərtinə bir dənə diqqət edin. Açıq sualdır. Siz cavab kağızında bunu yox. Burada mötərizə bizə nə deyir? Milyon nəfərini ifadə et.
Biz əlbəttə ki, bunu neynəməliyik? Milyon nəfərini ifadə etmək üçün elə milyona böləcəksiniz. Bu da eləyəcək nə? Gəlin, bərabərdir. Buradan yazaq. Neysə, 2/4 eləyəcək. Cavabımızı böyük şəkildə qeyd edirəm. 2/4. Cavab kağızına da diqqətli olun. 2/4'ü düzgün köçürməyə bacarın. Birinci üstündə 2'ni, daha sonra ikinci üstündə vergülü, üçüncü üstündə 4'ü. Eyni anda vergül veya 4'ü bir üstündə qeyd etmək olmaz. Bu zaman bal verilməyəcək. 2024'te qəbulda istifadə edilən sual modelinə diqqət edək. Bu arada mən sırf müstəqil şəkildə əhali bölməsinə dair olan, həm Azərbaycan, həm dünya əhalisinə dair olan sualları seçmişəm. Adətən də məsələlər seçilib. Digər əhali ilə bağlı suallar necə düşür? Yəqin ki, qəbulları gözdən keçirmişsiniz, izləmiş olarsınız ki, tutalım inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə dair doğru ifadələr seçmək lazım gəlir və bu zaman 6 distraktor içərisində bir ikisi əhali ilə əlaqədar ümumi yanaşmalardır. Onların təbii artımı olsun, demografi keçid mərhələləri olsun və digər ifadələrlə bağlı yanaşmalardır. 6'daki sual sırf Azərbaycan əhalisi ilə bağlıdır deyənə bizim bu hardasa 34-35 dənə test var. Burada belə deyək, qeyd etmişəm. 35 dənə sualdır. Sadəcə olaraq deyəsən 20 rəqəmini qeyd etməyi unutmuşam. 19'dan 21'e keçmişəm. Qalan hər şey sıra ilə gedəcək. Davam edək. 6'da Azərbaycan əhalisi ilə bağlı doğru ifadələr istəyir. Baxaq görək hansılardır. Əhali artımının əsas hissəsi mexaniki artım payına düşür. Mexaniki artım gələn gedən arasındakı fərqdir. Bu inkişaf etmiş ölkələrdə əsas artım mənbəyidir. Ölkəmizdə isə əsas artım mənbəyi təbii artımdır. Yanlış ifadədir. Bir olan variantlarda gözünlə bax, variantdan sil. Sonra 2 rəqəminə baxaq. Kənd əhalisinin sayı təbii və mexaniki artım hesabına artır. Söhbət Azərbaycandan gedirsə bizdə əlbəttə ki, kəndlər əsasən sadəcə təbii artım olacaq. Bu, böyük şəhərlərə xas ifadədir. Yəni, Bakıda həm təbii artım, həm də mexaniki artım əhali artımına təsirdir. Amma kəndlərdə bu sadəcə təbii artımdır. 2'ni də silsək, bizə belə deyək də variant qalır nə? A. 3 doğrudur, 4 doğrudur, 6 doğrudur. 3 ona görə doğrudur ki, orta sıxlıq dünya əhalisinin orta sıxlığına yüksəkdir. Dünyada hal-hazırda orta sıxlıq, yadda saxlayın ki, hal-hazırda deyirəm, yeni onun üçün dərsin əsasən 59 nəfərdir hər kvadrat kilometrə görə. Azərbaycanda isə hal-hazırda orta sıxlıq 117-118 nəfərdir. 118 nəfər dedim. Təqribən 2 dəfə daha çoxdur. Bu rəqəm yadda qalar yəqin ki. Urbanizasiya səviyyəsi Azərbaycanda 50%-dən çoxdur. Təxminən 53-54%. Bu göstərici illər keçdikcə şəhər əhalisinin bəli payı artır. Davam edək. 5 yanlışdır. Nəyi yanlışdır? Baxaq. Böyük Qafqaz təbii coğrafi vilayətində əhalinin milli tərkibi yekcinsi. Yekcinsi yanlışdır. Nə deməkdir yekcins? Milli tərkibdə bir etnik nümayəndə 90%-dən artıq paya malik olanda olur. Amma Böyük Qafqaz vilayəti milli etnik tərkibi rəngarəngdir. İstər onun tərkibindəki Şəki-Zaqatala iqtisadi coğrafilərində. Burada Ləzgi, Avar, Saxur, İnquloy udunlar yaşayır. İstər Quba, Xaçmaz iqtisadi coğrafilərində burada Ləzgilər, Qırızlar, Buduqlar, Xınalıqlar, Dağ Yahudiləri, Tatlar yaşayır. İstərsə də Bakı iqtisadi rayonu elə ən mürəkkəb milli etnik tərkibə malikdir. O yüzden də yekcins deyil. Yekcins Naxçıvandır və yaxud da ki Dağlıq Şirvan, Mərkəzi Aran, Mirmuğan, Şirvan, Salyan, Gəncə, Daşkəsən və yaxud da ki, Qazax, Tovuz kimi iqtisadi rayonlarda görə bilərik. Sonra, əhalinin əsas hissəsi 500 metrə qədər olan mütləq hündürlüklərdə yaşayır. Bu da doğrudur. Dünyada əhalinin deməli təxminən 80%-i bu qədər hündürlüyə. Azərbaycanda da təqribən 76%-ə qədər insanı təqdim edən hündürlüyə qədər olan düzənliklərdə məskunlaşmışdır. 7. Urbanizasiya səviyyəsi, yəni şəhərdə yaşayan əhali, ümumi əhalinin 60%-i, ümumi əhalinin sayı isə 12 milyon nəfərdir. Deməli, 12 milyon 60%-i harada yaşayır? Şəhərdə. Bu arada 12'nin 60%-ni tez tapa bilərsiniz. 12'ni 60'a vurub nə edirsiniz? 100'ə bölürsünüz. Bu da eləyəcək, hesaplayarsınız.
1/2'ni 6'ya vurursunuz da. Nə qədər edir? 12'ni 6'ya vuranda 72 elədi. Ona böləndə də 7/2. Qısası 7,2 milyonu şəhərdə yaşayır. Bunu belə başa düşün. Sonra illik təbii artım 60 min nəfərdir. Birazdan bu lazım gələcək. Kənd əhalisi arasında hər 1000 nəfərə görə təbii artım 5 nəfər olarsa, şəhər əhalisinin deməli təbii artımını müəyyən edin. Allah çox maraqlıdır. Gəlin buna bir yer açaq. Bu az öncə tapdığım 7,2 milyon harada yaşayan əhali idi? Şəhərdə yaşayan əhali idi. Maraqlıdır. 12 milyon deməli ümumi əhali var. Bunun şəhərdə yaşayanları 60%'dir. Deməli 60% şəhərdə yaşayırsa, onu da tapanda biz tapdıq ki 7,2 milyon edir. Bura qədər aydındır yəqin ki. 12'dən 7,2 çıxın. Bu da eləyəcək nə? Kənddə yaşayan əhali. O da əlbəttə ki 4,8 milyon edir. Bu da kənddə yaşayanlardır. Ümumi artım 60 min nəfərdir. Bura yazıram ümumi artımı. O deməkdir ki 60 min həm kənd, həm də şəhərlərin hesabına artan artımdır. Kənd əhalisi arasında 1000 nəfərə görə təbii artım 5 nəfərdir. Yazıram. 1000 nəfərə görə kənddə artım 5 nəfərdir. Bu arada kənddə mütləq artım nə qədərdir? Kənddə 4 milyon 800 min insan yaşayır. Görək bunlarda nə qədər insan törəyəcək. 4 milyon 800 mindən də x nəfər artacaq. Deməli, burada da gəlin hesablayaq görək neçə nəfər eləyəcək. Deməli, minləri ixtisar elədik. 4800'ü vuran 5'e x bərabərdir. 4800 vurulsun 5. Bilirsiniz də biz bayaqdan çarpazdan istifadə edirik. O yüzden də daha hər dəfə deməyəcəm. Bunda vuranda 24 min edir. Bu 24 min nəfər kənddə olan artımdır. Ümumi artım nə qədər idi? 60 min. O zaman şəhərdə artım nə qədər olacaq? Hesablayaq. 60 min çıxılsın 24 min. Bu da elədi 36 min. Beləliklə 36 min məhz şəhərdə artan artım göstəricisidir. 8'ə baxaq. Bu da 2024'ün qəbuludur. Ölkə əhalisinin sayı 25 milyon nəfərdir. Ümumi əhalinin 8%'i işsizlər təşkil edir. İşsiz əhalinin 1,5 milyonu iqtisadi böhran səbəbindən də biz buna dövrü işsizlik deyirik. Digər qismi isə texnoloji inkişaf nəticəsində işsiz qalıb, yəni struktur işsizlərdir. Ümumi ölkə əhalisi içərisində struktur işsizliyin payını müəyyən edin. Bunun üçün biz ilk öncə işsiz əhalinin ümumi sayını tapaq. Deməli 25 milyon əhalinin 8% nədir? İşsizlərdir. Yəni 25'in 8%'ni tapaq. 25 vurulsun 8, ne indirik? Bölürük 100. Yəni 25 100%, x-də 8% qoyursunuz. Bu da əlbəttə ki, ixtisar getdi 4 qaldı, bu da ixtisar getdi 2 qaldı. Qısası ölkədə 2 milyon işsiz insan var. Bu işsiz insanların bir qismi nə qədər? 1,5 milyonu iqtisadi böhran səbəbinəndir. 1,5 milyon iqtisadi böhran. Ona biz nə deyirik? Dövrüdür. Dövrü. 2 milyonun 1,5 milyonu dövrü işsizliyə aiddir. Sonra nə deyir? Digər qismi isə digər yerdə qalandır. 2000'in digər hissəsi nə qədərdir? 1,5 çıxanda 0,5 milyon. Bu isə deyir ki, texnoloji inkişafla əlaqədar olaraq işsiz qalıb. Texnoloji inkişafla əlaqədar geri qalan, daha doğrusu nəticədə işsiz qalan şəxslər strukturdur. Davam edirik. Qeyd elədim. İndi struktur işsizlər 0,5 milyon saya malikdir. Deyir ki, ümumi ölkə əhalisi içərisində, söhbət 25 milyon nəfər içərisində struktur işsizliyin payını müəyyən edin. Faizlə hissədə, pay deyirsə faizlə. Yəni bu 0,5 struktur işsizlərin sayıdır. Ümumi halda 25 milyondur. Yəni 0,5 25 milyon neçə faizdir. O zaman gəlin belə bir
tənasüblə sizə izah edək. 25 milyonu biz nə deyəcək? Ümumi əhali 100%. Bunun tərkibindəki struktur əhalinin sayı 0.5 milyonda x faiz kimi qeyd edəcəksiniz. Buradan da əlbəttə ki, x-i tapacaqsınız. 0.5-i 100-ə vuranda elədi 50. 50-ni də 25-ə böləndə elədi nə? 2%. Çox sadə bir şeydir. Yazdım bura. Cavabımız elədi D variantı. Bu arada işsizlik haqqında bir ümumi məlumat da sizə təqdim edim. İşsizlik ölkədə iş axtaran insanların mövcud vəziyyətinə deyilir. Müxtəlif növləri var. Coğrafi məsələlərində və yaxud da ki, testlərdə siz friksiyon, struktur və dövrü işsizliyi görəcəksiniz. Friksiyon işsizlik ölkədə elə bir işsizlikdir ki, iş yerləri var. Sadəcə iş şərtləri işçini qane etmədiyi təqdirdə o öz xoşu ilə işindən imtina edərsə, məsəl üçün öz yaşayış yerini dəyişən zaman işdən öz könlü ilə çıxarsa, formalaşan işsizlikdir. Hətta yeni universitet məzunları da friksiyon işsizliyi aid edilir. Struktur işsizlik isə texnoloji inkişafla əlaqədar olaraq ixtisas dərəcəsi artıq əvvəlki kimi ona tələbat olmadığına görə işdən azad edilərsə, həmin şəxslər struktur işsizliyə aiddir. Və yaxud da ki, hər hansı bir növbəti işsizlikdir, dövrü işsizlikdir. O isə iqtisadi böhranla əlaqədar formalaşırdı. Bu arada friksiyonla struktur birlikdə təbii işsizlik formalaşdırır. Əgər ölkədə olan işsizlik ancaq təbii işsizlikdirsə, buna tam məşğulluq deyilir. Tam məşğulluq ölkədə işsizliyin olmaması yox, onun minimal səviyyədə olması deməkdir. Bu anlayışlara diqqət etsəz, işsizliyə dair nəzəri suallarda yaza bilərsiniz. 9-da nə qeyd edib? Ölkədə ümumdaxili məhsulun həcmi 10 milyard dollar. Adam başına düşən üdümün həcmi isə 1000 dollar olmuşdur. Bu iki verilən ifadəyə əsasən biz nəyi tapa bilərik? Əhalinin sayını. Üdümün dəyərini və hər nəfərə düşən göstərici biliriksə, əhali sayını necə taparıq? Ümumdaxili məhsulun dəyərini hər nəfərə düşən həcmə bölməklə. Gəlin elə bunu tapaq. Əhali sayını tapmaq üçün 10 milyardı 10 milyarıdır. Bölünsün nə? 1000. Bilirsiniz ki, milyardda 9 sıfır var. 1000-də də 3 dənə sıfır. Bu 3 sıfırla miljarddakı 9 sıfır gedər. Yerdə nə qalar? 6 dənə sıfır qalar. Başa düşmədisə yazaq. 10 milyard necə yazılır? 1 yanında 9 dənə sıfır. 1000-dəki normal belə yazılır. Bu 3 sıfırla 10 milyardın bu 3 sıfırı gedər. Yəni sildim. Yerdə nə qaldı? 10 milyon. Bu 10 milyon ölkədəki əhalinin sayıdır. Necə tapdıq? Üdümün dəyərini adam başına düşən göstəriciyə bölməklə. 10 milyardı 1000-ə böldük. Ölkədəki əhalinin sayının 10 milyon olduğunu tapdıq. Göstərilən ildə hər 1000 nəfərə düşən təbii artımın 20 nəfər olduğunu bilərək illik təbii artımı hesablayın. Gəlin yazaq da. Hər 1000 nəfərə təbii artım nə qədər olub? 20 nəfər. Ölkə əhalisi nə qədər idi? Yazmışam. 10 milyon. Yazaq. 10 milyon. Buna da x. Alt-alta bu 3 sıfırla bu 3 sıfır ixtisar gedər. X bərabərdir. 20-ni vuracam 10 minə. 20 də 10 minə vuranda müvafiq olar. 20 yanında 4 dənə sıfır. 20 yanında 4 dənə sıfır. Yəni 200 min. Bu arada bizdən neçə nəfər olduğunu hesablayın deyir. Cavab əlbəttə ki 200 min götürəcəksən. Davam edək. Cavabımız budur. Bu arada 1000 nəfərlə ifadə etdirsəydi 1000-ə bölərdik, 200 yazardıq. Burada elə bir əlavə şərt görmürəm. Cavab elə ona görə 200 min olacaq. Sonra 10-cu test tapşırığına baxaq. Doğru sıraları müəyyən edin. Ərazi, əhalinin sıxlığı və əhalinin sıxlığına təsir edən amillərdən doğru olanları seçək. Birinciyə diqqət edək, sətr üzrə. Ceyrançöl alçaqlığında əhali seyrəkdir. Bu doğrudur. Səbəb isə nə təqdim edilir? Quru iqlim, bəli, ari dendəsin relyef, torpaqların belirlint, təsərrüfata yararsız olması. Bir doğrudur, bir olmayan variantları silərək işimizi rahatlayaq. Gördüyünüz kimi biz C və A arasında qalırıq. Burada 2 ümumiyyətlə yoxdur. O yüzdən də 2-ni sildim. Amma izah olsun deyə izah edək. Lənkəran ovalığında əhali sıxdır, bu doğrudur. Amma sıx olma səbəbi burada hasılat sənayesinin inkişafı rütubətli iqlim yazır. Bu yanlışdır. Biz Lənkəran üçün hər hansı bir hasılat sənayesinə görə fərqlənir deyə qeyd etməmişik.
Hasılat təbii ehtiyatlarla zəngin olan ərazilərdə tutalım. Kiçik Qafqazın şimal-şərqində, Daşkəsən, Gədəbəy tərəfdə, Kəlbəcərdə və sair bu ərazilərdə və ya Abşeron zonasında və Xəzər şerifində deyəcəksiniz ki, neft-qaz olan ərazilərdə. Qaldı ki, Lənkəranda əhalinin sıxlığının səbəbi nədir? Deyəcəksən ki, düzən relyef, məhsuldar torpaq, aqroqlim ehtiyatların zəngin olması və s. 3-də deyir ki, qanun xəritədə əhali seyriyyəti. Bu yanlışdır. Bilirsiniz ki, əlverişli ərazidir, sıxdır, yanlışdır. O yüzden də 3 olan variantı siləcəksən, A-da getdi, cavab olaraq C qaldı. 4-6 doğrudur, doğru olduğuna da baxaq. Qarabağ vulkan yayləsi seyriyyətdir, həqiqətən soyuq, emal edici sənaye zəif inkişafı bunlar səbəb olacaq, doğrudur. Qobustan alçaqlığı üzrüsən sıxdır, yanlış yazıb. Bilirsiniz ki, bu ərazidə Ceyrançı, Laçınəhür kimi seyrək olan ərazidir. Davam edək. Səbəb nədir? Təbii ki, səbəb quraq iqlim, arid relyefin üstün olmasıdır. Samur dəvəçi sıxdır, doğrudur. Səbəb də zəngin aqroqlim ehtiyatları və hamar relyefin olmasıdır. 11-ə baxıram. A ölkəsinin əhalisi 81.800.000 nəfərdir. Hər 1000 nəfərə görə də artım -2-dir. B-də bu göstəricidə müvafiq olaraq 60,8 milyon, 1000 nəfərə görə də -1-dir. A-B ölkələrinin əhalisinin təbii azalması arasındakı fərqi müəyyən edin. Gəlin hər iki ölkədə təbii azalma nə qədərdir ayrıqda hesablayaq. İlk öncə A ölkəsi üçün verilənləri icra edək. 1000 nəfər üçün gördüyünüz kimi A ölkəsində yazır ki, -2-dir. Mötərizə yazıram ki, diqqətinizdə olsun. Mütləq azalma neçə nəfər olduğunu tapmaq üçün də ölkə əhalisində x nəfər qoyacağım. 81.800.000-dir. Yəqin ki, yazılışı oxuya bilirsiniz. 800.000 düzgün yazaq. Buna da x nəfər. Burada 6-6 bu 3 dənə sıfırları yoxa çıxardaq. İndi çarpaz verəcək. X bərabərdir. 81.800-ü vururam 2-yə. O da nə qədər eləyir? 81 2-yə vurdun 162, 802-yə vurdun 1600. 163 tam 1600. 163.600 nəfər. İndi isə eyni gedişatı bu səfər B ölkəsi üçün tətbiq edək. B-də diqqət edirsinizsə 1000 nəfər üçün -1-dir. Bu arada bu bayaq tapdığımız mənfidir, yəni azalmadır. Çünki bayaq -2 olduğunu qeyd etmişdik. B ölkəsində hər 1000 nəfərə -1 nəfər, əhali isə 60.800.000-dir. Hesablayaq. 60.800.000. Buna da x nəfər. Burada da gördüyünüz kimi sıfırları ixtisar etdikdən sonra x bərabərdir elə. 1-i 60.800-ə vuranda elə özü qalır. 60.800 nəfər. Bu da mənfidir bu arada. Azalmadır. Bu iki azalma arasındakı fərqə baxırıq. Yəni bunu müsbət ədəd kimi çıxaraq rahatlıqla aldığımız cavab doğru cavabdır. Bu arada 1000 nəfərlə dediyinə görə aldığınız cavabı 1000-ə bölərsiniz. Gəlin 163.600-dən çıxaq 60,8 163.600 çıxılsın nə? 60.800. Aldığınız cavabı da bu arada 1000 nəfərlə ifadə etdiyinə görə 1000-ə böləcəksən. Deməli, 163.600-dən 60.800 çıxanda 102.800 eləyir. Onu da 1000-ə böləndə 102,8 eləyir. Buna uyğun da A variantı doğru cavabdır. 2024-ün birinci cəhdində istifadə edilən belə bir əhali ilə bağlı nəzəri sual var. Asiyanın Sakit Okean sahillərində yerləşən böyük şəhər aglomerasiyalarını seçin. Burada Asiyada yerləşən və Sakit Okean sahilində olanlar istəyir. Məsəl üçün, Seul Cənubi Koreya ödəyir, Tokyo Yaponiya ödəyir, Bangkok Taylanda məxsusdur ödəyir, amma burada Mumbai Hindistana məxsusdur. Asiyada yerləşsə də sakit yox, Hind okeanına uyğun gələcək sahilindədir. Buna görə A yanlışdır. B-də Çindəki Hong Kong ödəyir, amma
Kalküttə ödəməyəcək. Hansı ki bu müvafiq olaraq Hindistanda Hind Okeanı sahilindədir. Dəkkə də ödəmir. Bangladeş Hind Okeanıdır. Burada Tokyo ödəyir. Karachi Pakistanda Hind Okeanıdır. Bu ödəmir. Buna görə C yanlışdır. Şanxay ödəyərdi Çində Sakit Okean sahili. Pekin də Çində Sakit Okeana yaxın ərazidir. Götürmək olar. Bangkok da götürmək olar. Sırf Karachiyə görə siləcəksən. D-də Osaka Yaponiyadır. Yaponiya adı ölkə olaraq yalnız sakitdədir. Ikogama da Yaponiyadadır. O da ödəyir. Amma Tehran, İran bu artıq Sakit Okean yox. Qeyd edəcəksən ki, ümumiyyətlə okeana çıxış yoxdur. Bu sahil şəhər deyil. Ümumiyyətlə İran da Hind Okeanı sahilindədir. D buna görə yanlışdır. Seul Cənubi Koreya isə ödəyir. Doğru cavabımız Y-dir. Şanxay Çin, Tokyo Yaponiya, Jakarta İndoneziya, Osaka Yaponiya kimi ödəyir. Deməli siz bu tipli testləri gələcəkdə yenidən qarşılaşanda yaza bilməniz üçün 1-1 megalopolislərin tərkibindəki aglomerasiyaları və dünyadakı əsas aglomerasiyalarında xəritədə mövqeyini tanımalısınız. 13-ə baxaq. Gəncə Daşkəsən iqtisadi rayonunda əhali sayı 2021-ci ilin əvvəlində 611 min nəfər, əhalinin təbii artımı hər 1000 nəfərə görə 2 nəfər olmuşdursa, ilin sonunda əhalinin sayı 612.500 nəfər olduğunu nəzərə alaraq mexaniki artımını hesablayın. Buradakı gedişatda siz ümumi məntiq olaraq bilməlisiniz ki, əhali sayının artımına həm təbii, həm mexaniki artım təsir edir. Təbii artımın tapılma qaydası bayaqdan işlədiyimiz nümunələrdə gördüyünüz kimi verilən 1000 nəfərə görə göstəricini qeyd edirsiniz. Əvvəlki ildəki əhaliyə də X qoyub təbii artımı tapırsınız. Və sualın şərtində mexaniki artımını tapmaq istədiyinə görə siz ümumi artımı tapıb təbii artımı ondan çıxmaqla yerdə qalan mexaniki artım olduğunu görərsiniz. Ümumi artım isə buradakı 612.500-dən 611.000 çıxanda alacağınız cavabdır. Gəlin istəyirsə tapaq. Ümumi artım nə qədərdir? 612.000 çıxırsa 612.500-dən 611.000 çıxırıq. Əslində bunlar hamısı şifahi deyə biləcəyimiz məqamlardır. Sadəcə görməniz üçün yazıram. 611.000. Əvvəlki ildəki əhalinin sayını çıxıram. Bu deyilədir 1500. Bu 1500 nəfər ümumi artımdır. Ümumi artım yadda saxlayın ki, həm təbii artım hesabına baş verir, həm də mexaniki artım hesabına baş verir. İndi biz təbii artımın göstəricinin nə qədər olduğunu tapmaq üçün verilənləri bir daha gözdən keçirək. 1000 nəfərə qarşı nə qədərdir burada? 2 nəfər artım var. Bəs ümumi təbii artım nə qədərdir? Mütləq göstəricini tapmaq üçün əvvəldəki əhali sayına X qoyursan. 611.000 nəfərə X. Burada da sıfırları qəşəngcə sil. X-i də tapanda 2-ni çarpaz vuranda 611-ə. 2-ni 611-ə vuranda nə qədər eləyir? 1222 nəfər. Beləliklə, təbii artım hesabında nə qədər artım baş verib? 1222. Ümumi artım nə qədərdir? 1500. Bunun 1222-si təbiidirsə, mexaniki nə qədər olacaq? Çıxıb yazaq. 1500-dən çıxıram 1222-ni. Bu da elədi 278 nəfər. Beləliklə, mexaniki artım hesabına artan əhalinin sayı cavabımız olaraq A variantı edir. Bu burası. Sonra 14 nömrəli testimizə baxaq. Uyğunluq gözlənilib, doğru olanları axtaraq. Bu artıq 2023-dəki qəbul testidir və ikinci qrupda istifadə edilib. Xalq verilib, məskunlaşdığı iqtisadi rayon, aid olduğu dil ailəsi. Ölkəmizə aid əhali testidir, sadə bir sualdır. Kürdlər Şərqi Zəngəzurda yaşayır və Hind-Avropa dil ailəsinin xüsusilə də bilməlisiniz ki, İran dil qrupuna aiddir. Doğrudur. Bir olanları saxla, olmayanları sil. Bu dinlər 2-yə baxaq. Qəbələdə Nic qəsəbəsində yaşayır və deyəcəksiniz ki, Şəki-Zaqatala iqtisadi rayonuna aiddir. Doğrudur. Ancaq 6 yanlışdır bilməlisiniz ki, Ləzgi, Avar, Saxır, İnqiloy dinlər, bu Şəki-Zaqatalada yaşayan asaylı xalqlar, Qafqaz dil ailəsinə aiddir. O yüzden də yanlışdır. Davam edək. Talışlar. Talış xalqı Lənkəran Astara iqtisadi rayonunda, inzibati rayon olaraq da xüsusilə də
Masallı, Lənkəran, Astara, Lerik, İnzibati rayonlarında yaşayır. Onlar da Kürdlər kimi Hind-Avropa dil ailəsinin məhz İran dil qrupuna aiddir. Tamamilə doğrudur. 2-ni silirdiniz, C getdi. 3-ü götürürsünüz. Tam B'də 3 olmadığına görə cavab artıq bəllidir. 1, 3, 5. 4 yanlışı. 4-dəki xəta nədir? Saxurlar Gəncə Daşkəsəndə deyil. Saxurlar elə Şəki-Zaqataladadır. Ona görə də yanlışdır. Amma Qafqaz dil ailəsinə aid olması doğru idi. Şəki-Zaqatalada yaşayan xalqları da mən bayaqları bildirdim. Ləzgidir, Avardır, Saxurdur, İnquloydur. Bu dinlərdir. Davam edək. 5 doğrudur. Avar həqiqətən Şəki-Zaqatalada yaşayır və onlar da Qafqaz dil ailəsinə aiddir. Sonra yenə də uyğunluq müəyyən edin. 2023-də xüsusilə də 1 dəqiqə 23-də düşən suallardan məsələlər hansılardır? Belə bir məsələmiz var. 23-də istifadə edilən digər məsələmiz isə budur. Eyni zamanda 23-də belə bir dil ailəsinə dair də gözəl nümunəmiz var. Baxaq. Uyğunlaşdıraq hərfləri. Hind-Avropa, Altay və Urala aid. A-nı bir dənə tapaq. A. Braziliyadır. Portugal dilində danışır. Bilirsiniz ki, Latin Amerika, Braziliya, Portugal, digər Latin Amerika, İspan dilində danışır. İspan, Portugal dilləri də Roman dil qrupuna aiddir. O da Hind-Avropa dil ailəsinə aiddir. Davam edək. B nədir? Türkiyədir. Yaxınlaşdırım sizə. Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızistan bu tipli müstəqil türk dövlətləri və türk dünyasındakı xalqlar Altay dil ailəsinə aid edilir. B gedəcək ikinciyə. C-də nə təqdim edilib? Burada biz Finlandiyanı görürük. Yadda saxlayın ki, Finlandiya, Estoniya, bir də Macaristan Ural dil ailəsinin Fin-Ugor dil qrupuna aiddir. Onlar təqdim edilən bu üçlükdə deməli hara qeyd edəcək? Üçüncüyə. Fin, Eston, Macar, Ural dil ailəsinin Fin-Ugor dil qrupuna. Diqqət edin bunlara. D-də qeyd edilən xalq, Liviya xalqı. Bunlar ərəb xalqlardır. Ərəb xalqlarda Afro-Asiya dil ailəsinə aiddir. Yadda saxlayaq ki, Şimali Afrika, Ərəbistan, burada İraq, Suriya daxil olmaqla, İsrail, Yahudiləri də daxil olmaqla onlar Afro-Asiya dil ailəsinin Sami Hamidul qrupuna aiddir. Burada Afro-Asiya dil ailəsi yoxdur. Ona görə D heç birinə getmədi, xətt deyək. Y. İndoneziya. Onlar da Avstraneziya dil ailəsinə aiddir. Onlar da heç birinə getməyəcək. Digər hərflər də yoxdur. Burada sadəcə 1-ə A, 2-yə B, 3-ə C olan variantı seçirsən. Bu da deyək A variantıdır. Bu qədər. Sonra davam edək. 16. Bu arada yuxarıdakı testi bir dənə bir fikir bildirəcəm 15-ə. Siz dil ailələrini, o dərslikdəki cədvəl, bir də 11-ci sinifdə 81 nömrəli 11-ci sinifdə 81-ci səhifə. Gedin ona diqqət edin. Yəni istifadə etdiyiniz abituriyent hazırlıq vəsaiti hansısa oradakı cədvəllə 11-ci sinif dərsdəki o xəritəni qarşılaşdırın, öyrənin. Bəzən bu şəkildə müstəqil sual da düşür. Hətta vərəqliyim görün başqa hansı qəbullarda belə bir sual düşür. Baxın, tam 2022-də də düşüb. 2022-də isə dil ailəsinə dair belə bir sual düşüb. Yəni o yüzden də mütləq diqqət edin. Və yaxud da ki, başqa bir məsəl üçün bu tipli sual modellərində isə gördüyünüz kimi hər hansı bir ifadə kimi dil ailəsinə bağlı mütləq ifadəyə yer verilir. Yəni illa da dil ailəsinə dair bir cümlə də olsa qəbulda hər hansı bir testin tərkibində istifadə ediləcək. Ona görə də o cədvələ göz atın. Bu burası. Bəzən də dediyimiz kimi müstəqil sualda düşə bilir. Amma bunu garanti vermir ki, bu il düşəcək və ya yox. 16. Ölkə əhalisinin sayı 40 milyon nəfərdir. Əhalinin 60%-i əmək ehtiyatlarıdır. Deməli, 40 milyon 60% nə qədərdir? 40-ı 60-a vurdun, 100-ə böldün, 24 elədi. 24 milyonu əmək ehtiyatıdır. Yazıram bura. Qısaca əmək ehtiyatıdır. Sonra nə deyir? Əhalinin 60% əmək ehtiyatı dedikdə, əmək ehtiyatlarının 75%-i 3-cü və 4-cü sektorlarda çalışır. Aha, 75%-i. Bu 24 milyonun 75%-i harada çalışdı?
üçüncü sektor xidmət və dördüncü sektor informasiyada çalışdı. Xidmət dediyimizdə bayaq dedik, təhsil, səhiyyə, bank, maliyyə, marketinq, ticarət, nəqliyyat və s. axır. Deməli, birinci və ikinci sektorda çalışanların sayını hesablayın. Deməli, 24,75%-i 3-4-dədirsə, 4 dənə sektor var da. Yerdə hansı sektorlar qaldı? Birinci sektor, hansı ki bunun tərkibində kənd təsərrüfatı, hasilat sənayesi və meşə tədarüküdür. İkinci sektorda emal sahələrdir. 7 dənə emal sahəsi var. Energetika, metallurgiya, maşın qayırma, kimya, meşə sənayesi, həmçinin qida və yüngül sənaye sahələri aiddir. Yaxşı, indi biz nə etməliyik? 24-ün 75%-i 3-4-ə getdisə, yerdə qalan 100%-dən ümumi ehtiyat, deməli 100% kimi götürək də. Bu 100%-in 75-i 3-4-dəsə, yerdə qalan 100-dən də 75 çıxanda 25%-i birinci və ikinci sektora aiddir. Qısası, ümumi əmək ehtiyatı 24-ün 25%-in, yəni 4/1 tapırsınız. Qısası 4-ə bölün, cavabı tapında 6. Ya da gəlin yazaq, bayaqdan vaxt ayırırıq. 24 milyon 100%, onun 25%-ni tapırıq. Bu hissələri bilən biraz videonu qabağa itələsin, vaxt itirməsin. Burada ixtisar getdi 4, bundan bu ixtisar getdi 6. X da bərabərdir 6 milyon. Davam edirəm. 17. 2019-cu ildə ölkədə 60 milyard dollar dəyərində üdüm mövcud olmuşdur. Ölkədə şəhər əhalisinin sayının 5,3 milyon nəfər, ümumdaxili məhsulun adam başına düşən həcmi isə 6.000 dollar olduğu nəzərə alaraq, kənd əhalisinin payını, faizini hesablamaq tələb edilmişdir. Yoldaşlar, sizin burada birinci ölkənin ümumi əhalisini tapmalı olduğunuzu bilməlisiniz. Belə ki, bunu da siz üdümün ümumi dəyərini adam başına düşən miqdarını bölməklə taparsınız. Yəni siz 60 milyardı, milyard da bilirsiniz ki 9 dənə sıfırla yazılır. Bu 60 milyardı bölürəm 6.000-ə. Sıfırların çox olması gözünüzü qorxuzmasın, sadə hesablamalardır. 60 milyonu da 6-ya böləndə ixtisar getdi 10 milyon. Deməli, ölkədə əhali sayı nə qədərdir? 10 milyon. Daha sonra deyir ki, ölkədə şəhər əhalisi 5,3 milyon. Deməli, 10 milyonun 5,3 milyonu şəhərdə yaşayır. Avtomatik olaraq yerdə qalan 10 milyondan 5,3 çıxanda 4,7 milyon qalır. Bu da harada yaşayır? Gözəl yerdə, yəni kənddə yazaq bura. Beləliklə, kənd əhalisinin 4,7 milyon olduğunu bildik. Sual nə deyir bizə? Kənd əhalisinin payını, faizini hesablayın. Yəni, kənd əhalisi ümumi əhalidən neçə faizdir? Ümumi əhali 10 milyondur. 4,7 milyon x-da 47% edir. Bu tipli hesablamaları yəqin ki, bacararsınız. Hər ehtimala qarşı mən elə-belə yazım ki, bəzi bizim dostlarımız çətinlik çəkməsin sonra. Kənd əhalisinə qədərdir? 4,7 milyon. Bu da x%. Buradan da təbii ki, çarpaz vuracaqsan, 10-la bu 0 gedər. 4,7-ni, deməli, 4,7-ni 10-a vuracaqsan, bu da elədir 47%. Bu qədər. Bu burası. Sonra növbəti bir testimizə baxaq. 18. Respublikamızın əhalisi üçün doğru fikirləri müəyyən edin. Baxaq görək. 2023-də istifadə edən sualdır. Əhalinin yaş tərkibində uşaqların sayı yaşlıların sayından daha çoxdur. Doğrudur. Təqribən 23,2% uşaqlardır, 15 yaşa qədər olanlar. 6,5% yaşlılardır. Adətən təbii artım yüksək olan və ya gənc ölkələrdə uşaqların payı yüksəkdir deyə bilərsiniz. Mərkəzi Aran, Quba, Xaçmaz və Bakı iqtisadi rayonlarda əhalinin milli tərkibi mürəkkəbdir. Burada xüsusilə Quba, Xaçmaz, Bakıda mürəkkəbdir deyə bilərik. Milli tərkibi rəngarəngdir. Müxtəlif az-saylı xalqlar var. Amma mərkəzi Aran əsasən yekcinsdir. Burada Azərbaycanlılar 90%-dən artıqdır. Davam edirik. Bayaq demişdik. Hansı iqtisadi rayonlar yekcinsdir? Bir daha deyək. Naxçıvan, Mərkəzi Aran, Milmuğan, Şirvan, Salyan, Dağlıq Şirvan, Gəncə, Daşkəsən və Qazax Tovuz. Davam edək.
Ceyrançol, Acınağır, Qobustan alçaqdalığı, Lənkəran ovalında əhalinin sıxlığı yüksəkdir. Bunların içərisində bir dənə Lənkəranda sıxlığı yüksəkdir. Qaldı ki, Ceyrançol, Acınağır və Qobustan bunlarda arid quru iqlim torpaqlarında yararsız olması əhali seyrə məskunlaşacaq. 4. Urbanizasiya səviyyəsi 50%-dən yuxarıda təqribən 53-54%-dir. Bu da doğrudur. Götürdük. Sonra 5-də Şəki-Zaqatala iqtisadi rayon əhalisinin sayı Naxçıvan iqtisadi rayon əhalisinin sayından çoxdur. Burada xüsusilə də sayını bilmədən də siz ümumi olaraq belə bilin ki, yəni doğru yanaşmadır. Şəki-Zaqatalada təqribən 630 minə yaxın əhali yaşayır, ondan da artıqdır. Naxçıvanda isə təqribən 460 min civarında əhali yaşamaqdadır. Ümumən ölkədə əhali sayına görə daha çox olan iqtisadi rayonlarımız Bakı, həmçinin Qarabağ və Lənkəran asılı iqtisadi rayonlardır. Əhali sayı nisbətən az olanlar isə Naxçıvan və yaxud da ki, Şərqi Zəngəzur kimi iqtisadi rayonların adlarını qeyd edə bilərsiniz. Deməli, 5 doğrudur. 6 deməli yanlışdır. Xəta nədədir? Onu da qeyd edək. Şəki-Zaqatala iqtisadi rayonunda əhalinin əsası hissəsini ləzgilər, saxırlar və tatlar təşkil edir. Əvvəla tatlar Quba Xaçmaz tərəfdədir. Şəki-Zaqatalada az saylı xalq olaraq ləzgi, avar, saxır, inqiloy və udin. Burada tat əvəzinə məsəl üçün avar yazılsaydı belə yenə doğru götürmək olmaz. Çünki diqqət edirsinizsə əsas hissəsini deyir. Demir burada yaşayan az saylı xalq. Adətən biz iqtisadi rayonlar üzrə öyrəndiyimiz az saylı xalq adından da bəllidir. Bu region üzrə az sayı malikdir, yəni payı azdır. Ölkədə əsas mütləq üstünlük hər bir iqtisadi rayon üzrə Azərbaycanlılardır. Bir çoxunda hətta bu rəqəm 90%-dən artıqdır. Beləliklə, ümumi olaraq bu testdə sadəcə 1, 4, 5 doğru cavab olacaq. Növbəti test tapşırığımıza diqqət edək. 19. Verilən yaş cins piramidasına aid olan ölkə üçün doğru fikirləri müəyyən edin. Deməli, belə diaqramlarda biz alt mərtəbə 0,9 yaz. Bu uşaqları bildirir. Və yuxarıya doğru piramidanın bu şəkildə kiçildiyini görürsünüzsə, daraldığını görürsünüzsə, bu inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Hansı ki, onlarda təbii artım yüksəkdir. Uşaqların payı ümumi əhali içərisində daha çoxdur. Birincidə görürük ki, əhalinin təbii artımı ikinci tipə aiddir. Bu doğrudur. İkinci tip ölkələr üçün səciyyəvidir bu diaqram. Yüksək təbii artımdır. İkinci tip hər 1000 nəfərə görə 12-dən çox olmasıdır. Demoqrafik keçidin 4-cü mərhələsindədir. Bu ifadə inkişaf etmiş ölkələr üçün səciyyədir. Bu isə ikinci mərhələsindədir. Cənub yarımkürəsində yerləşə bilər. Bəli, Cənub yarımkürəsində də inkişaf etməkdə olan bir neçə ölkə var. Tam ekvatordan aşağıdakı bütün Afrika ölkələri. Hətta Cari belə düzdür. Onda ikinci tip verilir. Son illərdə biraz artım tempi aşağı düşüb. Hər neysə. Demoqrafik böhran müşahidə edilmir. Diqqətli olun, inkar edir. Demoqrafik böhran inkişaf etmiş ölkələrdə idi. Uşaqlarda artım zəif idi, təbii artım az idi. Amma və lakin bu diaqramda da müşahidə edilmir dediyinə görə bu doğru yanaşma kimi götürəcəksiniz. Çünki müşahidə edilmir. Əmək ehtiyatları çatışmazlığı müşahidə edilir. Yanlışdır. Yüksək təbii artımda əmək ehtiyatları artıq olur hətta və işsizliyə gətirib çıxarır. Orta ömür müddəti çox yüksəkdir, yanlışdır. Bunlarda orta müddəti aşağı olur və inkişaf etməkdə olan ölkədir. Burada isə inkişaf etmiş ölkə yazıb. 1, 3, 4 bu tapşırığın doğru cavabıdır. Yenə də burada bir qrafik var. Baxaq görə bu sxemdə nə deyir? Əhalinin yaş tərkibi sxeminə uyğun gələn müvafiq ölkələr. Burada birinci sxemdə uşaqların payı 14%, amma yaşlı əhali 17%-dir. Deməli, bu inkişaf etmiş ölkədir ki, təbii artım az, orta ömür müddəti uzun olduğuna görə yaşlılar çoxdur. İnkişaf etmiş ölkələri götürməliyik.
Sağdaki diaqramda isə uşaqların payı 38%, yaşlılar azdır. Bu yüksək təbii artıma malik olan, inkişaf etməkdə olan ölkələr qrupudur. Verilən variantlar içərisində A variantında sağdakı Böyük Britaniya olmaz, Avstraliyada olmaz. Sonra B'də Fransa, İrlandiya, Çexiya olar. Nigeriya, Kenya, Botswana bu da olar. Cavabımız elə B'dir. C'də bu arada Çexiya inkişaf etməkdə olan ölkə olsa da Şərqi Avropada da təbii artım aşağıdır. Orada da birinci diaqrama uyğun gəlir. C'də Kanada, Meksika, Braziliya. Bunlar əslində burada Kanada ödəsə də Meksika, Braziliya pozur. Və yaxud da ki sağda Belçika olmaz, İtaliya olmaz. Deməli burada Hindistan xüsusilə də pozacaq. Hansı ki Hindistan yox, daha doğrusu Avstraliya pozacaq. Hansı ki Avstraliyada təbii artım aşağıdır, ikinci tərəfdə verilə bilməz. Fransa, Avstraliya oldu. Peru, Belçika. Burada da Belçika, Polşa pozur. Bunlarda təbii artım aşağıdır, ikinci tərəfdə verilə bilməz. Yenə belə bir piramidamız var. Baxaq görək nələr verilib. 2010-cu il üçün nəzərdə tutulan yaş cins piramidasına əsasən əmək qabiliyyətli əhali arasında sayı ən çox olan qrupun anadan olduğu illəri müəyyən edin. Əmək qabiliyyətli əhali bilirsiniz ki 15-dən etibarən hesablanır ta 65-ə qədər. Deməli təqdim etdim bu yaş aralığında ən çox sayı olanlar elə 20-24 yaşlılardır. Görürsünüz ki onların sayı necədir? Daha çoxdur. Bu aralıq üzrə. İndi 20-24 yaşlı şəxslərin anadan olduğu illəri axtarmalıyıq. Amma nəzərə al ki, diaqram 2010-da tərtib edilib. 2010-da 20 və ya 24 yaşı olan şəxslər neçənci ildə doğulub? 2010-dan bir dəfə 20 çıxırsan, edir 1990. Bir dəfə də 2010-dan 24 çıxacaqsan. Görüm 24 yaşlı şəxs nə vaxt doğulub? Bu da 1986-dır. Cavabımız 1986 və 1990-cı illər. 86-90. C variantı. Azərbaycan Respublikasının əhalisi ilə bağlı düzgün fikirləri müəyyən edin. Yenə də ölkə əhalisinə dair müstəqil bir sual modelidir. Bütün düzənliklərdə əhalinin sıxlığı hər kvadrat kilometr 100 nəfərdən çoxdur. Bütün olması diqqətinizi çəksin, xətalı olacaq. Xüsusilə də nisbətən seyrək olan düzənliklərimiz var. Ceyrançöl, Qobustan və yaxud da ki Acnohurda arid iqlim, belirlən torpaqlar burada yaşam üçün əlverişsiz şərait yarattığına görə əhali seyrək məskunlaşıb. Yüksək dağlara doğru əhalinin sıxlığı azalır. Bu doğrudur, götürürsən. Bir olanları sil. Davam edək. İkini də biz B ilə D-də görürük ki, götürüblər. 3. Bütün iqtisadi rayonlarda urbanizasiya səviyyəsi yüksəkdir. Bütün iqtisadi rayonlarda yox. Əsasən Bakı, Abşeron, Xızı, Gəncə, Daşkəsəndə yüksəkdir. 70% keçir. Digərlərdə bu rəqəm aşağıdır. Yenə də bütün sözünə görə diqqətli olun. Yanlışdır. 3 yanlışdır. Zaten bizim B və D-də 3 götürməyiblər. 4-ə baxaq. Əhalinin təbii artımında son illər azalma müşahidə edilir. Bəli, təbii artımında son illər azalma müşahidə edilir. Artım tempində azalma müşahidə edilib. Amma əhali yenə də artmağa davam edir. Əvvəl tutalım, 2011-12-ci illərdə hər ölkədə 110 min, 111 min insan artırsa, hal-hazırda bu rəqəm 50 min, 60 min civarındadır. Beləliklə, son illərdə artım tempi gördüyünüz kimi azalıb dedik. 4'ü götürdük. Zaten hər ikisində 4'ü götürmüşdülər. 5'də milli tərkibi mürəkkəbdir. Doğrudur. Belə başa düşün ki, ölkə əhalisinin tərkibində az saylı xalqlar var, rəngarənglik var. İqtisadi rayonlar üzrə bayaqları qeyd eləmişdik. Cavabımız buna görə də B variantı edir. 6'da kənd yaşayış məntəqələrində mexaniki artım yüksək göstəricilər malikdir. Mexaniki artım gələnlə gedən arasındakı fərqdir. Bu göstərici kəndlərdə yox, şəhərdə yüksək olar. Çünki şəhərlərə insanlar işləmək üçün başqa ölkələrdən gələ bilər. Demək olar ki,
kəndə qayıdan yoxdur, kəndə gedən yoxdur. Hamı kənddən şəhərə axın edir. Ümumiyyətlə, yadda saxlayın ki, kəndlərdə artım mənbəyi sadəcə təbii artım götürülür. Şəhərlərdə söhbət iri şəhərlərdən gedir. Onlarda həm mexanik, həm də təbii artımdır, artım mənbəyi. 24-dəki suala baxaq. Latin Amerikasında 1990-cı ildə əhalinin sayı 450 milyon nəfər. 2010-cu ildə isə bu göstərici 585 milyon nəfər olmuşdur. Hər 1000 nəfərə görə orta illik artım 17 nəfər olduğunu nəzərə alaraq, keçən müddət ərzində əhalinin sayının miqrasiya hesabında neçə milyon nəfər artığını müəyyən edin. İlk öncə ümumi artımı hesablayaq. 90-cı ildə 450 milyondur, 2010-da isə 585 milyon nəfərdir. Ümumi artım tapmaq üçün biz 585 milyon nəfərdən çıxarıq əvvəlki ildəki əhalinin sayı 450 milyon nəfəri. Bu deyilədi 135 milyon. 135 milyon bu Latin Amerika regionunda həm təbii artım hesabına artan əhalidir, həm də mexaniki artım hesabına artan əhalidir. İndi isə gəl baxaq görək, təbii artıma görə nə qədərdir? Belə ki, təbii artım orta illik 17 nəfərdir 1000 nəfərə görə. Yazıram, 1000 nəfərə görə 17 nəfər. Bir ildəki mütləq artımın neçə nəfər olduğunu tapmaq üçün isə əvvəlki ildəki əhali sayına x nəfər qoyursunuz. Bu qaydadır, bunu yazmalısınız. 450 milyon nəfərə isə x nəfər qoyursunuz. Buradan da 6 3-dən 0 getdi. 17-ni vururuq 450 minə. Bu da deməli 7 milyon 650 min edir. Bu 7 milyon 650 min nəfər bir ildə təbii artım hesabına artan əhalidir. Qeyd edirəm, bir ildəki artım göstəricisidir. 1990-dan 2010-a qədər neçə il keçib? 20 il. Bir ildə təbii artım hesabına 7 milyon 650 min artırsa, bəs 20 il ərzində nə qədər olacaq? Bunu 20 ilə vuracaqsınız. Vurulsun 20. Bu da eləyəcək. İndi özünüz hesaplayarsınız. Mən biraz vaxt çox gedir deyənə birbaşa yazıram. 153 milyon eləyir. Beləliklə, təbii artım 20 il ərzində nə qədər oldu? 153 milyon oldu. İndi nəyə diqqət edirik? Mexaniki artıma baxaq. Biz əlbəttə ki, təbii artımla bu regionda 20 il ərzində 153 milyon artdığı halda toplamda bu regionda ümumi 135 milyon olub. Deməli, mexaniki artım nə qədər azalıb? 153 milyona 135 çıxırsan, bu da eləyəcək 18 milyon. Cavab elədi 18 milyon. Sonda mexaniki artımı burada əlavə yazıram. Təbii artım 153 milyondan çıxıram ümumi artım 135 milyonu bayaq tapdığımızı. Bu da milyondur da. Bu da elədi 18 milyon. Yəqin ki, aydındır. Yenə deyirəm, təbii artım hər zaman 1000 nəfərə 17 nəfər bu şəkildə veriləndə əvvəlki ildəki əhaliyə x qoyub bir ildəki artım sayını tapırsan və burada gördüyünüz kimi fərqli tarixlərdən bəhs etdiyinə görə arada 20 il varsa və artım tempi orta göstərici belədirsə 20 ilə vuraraq toplam 20 il ərzində təbii yolla nə qədər əhali artığını tapa bilərsən və biz ümumi artımda isə 135 görmüşdük. Deməli 18 milyon mexaniki azalma var. Yəni bu 20 il ərzində Latin Amerika regionunu 18 milyon insan tərk edib. Cavabımız budur. Davam edək. 25. İnkişaf etməkdə olan ölkələrdə əhalinin sürətli artımının nəticələri. Yüksək artım görək hansı problemlərlə nəticələnir. 1. Səhiyyə və sosial təminatda çətinliklər yaranır. Bəli, çoxuşaqlılıq belə bir problemlərlə nəticələnəcək. Əhalinin orta sıxlığı azalar, bu yanlışdır. Əhali artırsa, sıxlıq azalar, yox artar. Bu arada bir doğru deyənə biz C ilə yeni silərik. Sonra 2 yanlışdırsa D də gedər. Davam edək. İş yerlərlə təminat çətinləşər. Bu doğrudur. Yüksək təbii artım işsizliyin artmasına səbəb olacaq. 4-də yazıb ki, suburbanizasiya prosesinin sürətlənməsi baş verir. Suburbanizasiya şəhər mərkəzindən, səsküydən insanlar şəhər kənarına köçməsi idi.
Bu inkişaf etmiş ölkələr üçün çərçivədir. Biz bunlarda yalançı urbanizasiya görürük. İnsanlar kəndlərdən işləmək üçün şəhərlərə axın edir və kasıb məhəllələr quraraq yaşamağa başlayır şəhərlərdə. Və bu proses yalançı urbanizasiyadır və ona Latin Amerikada favellər, Afrikada bidonvil, Türkiyədə gecə qondular deyirdilər. Yəni suburbanizasiya yanlışdır. Cavab əlbəttə ki 5 olaraq cavabımız A variantıdır. İri şəhərlərin idarə edilməsində müxtəlif problemlər yaranır. Bəli, bu da doğrudur. Yüksək artım baş verir. Xüsusilə də inkişaf etməkdə olan ölkələrdə əhali az öncə dediyim kimi müvafiq olaraq kəndlərdən sürətlə şəhərlərə axın edir. Bunlarda urbanizasiya sürətlə artır və şəhərlərin idarə edilməsi təbii ki çətinləşəcək. 26-ya baxaq. Xəritə sxemi əsasən verilmiş ölkələrə uyğun gələn dil ailələrini və qruplarını müəyyən edin. Birinci İraqdır. Biz bayaq demişdik ki, Afrikanın şimalı, Ərəb xalqları, İraq, Suriya, hətta İsrail Yahudiləri daxil olmaqla bunlar Afro-Asiya dil ailəsinin Sami-Hami dil qrupuna aiddir. İkinci müvafiq olaraq Qazaxıstandır. Qazaxlar da əlbəttə ki, Türk dövləti olduğuna görə müstəqil Türk dövlətləri Altay dil ailəsinə aiddir və Türk dil qrupuna aiddir. Hətta onun da Qıpçaq qoluna aiddir, hər neysə. Üçüncü isə yoldaşlar Əfqanistandır. Əfqanistan Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddir. Buna uyğun doğru cavab axtarsaz, deməli Y variantı doğrudur. Afro-Asiya Hami-Sami dil qrupu İraq üçün, Altay dil ailəsinin Türk dil qrupu Qazaxıstan üçün, Hind-Avropa İran dil qrupu Əfqanistan üçündür. 27. Azərbaycan əhalisinə aid olan düzgün fikirləri müəyyən edin. Bu da 2022-dəki belə bir sual. Bayaqdan bu tipli bir neçə suala baxmışıq. Hissədə yəqin ki, bu mövzunu işləyənlər bu suallarla tanışdır. Bənzər ifadələrdən istifadə edilir. Şablonları öyrənsəz, rahatlıqla qarşınıza çıxacaq belə sualları yazacaqsınız. Əhalinin çox hissəsi hündürlüyü 500 metrdən az olan ərazilərdə məskunlaşır. Doğrudur. Hətta bu rəqəmi faizlə də yadda saxlasan olar. 76%. Bir olmayanları tez bazar sildim. Doğulanlar arasında qızlar üstünü təşkil edir. Yanlışdır. Ölkədə yadda saxlayın ki, doğulan körpələr içərisində 53% oğlan uşaqlardır. Yerdə qalan 47% qız uşaqlardır. Amma yuxarı yaş qruplarına doğru bu nisbət qadınların xeyrinə dəyişir və ümumilikdə ölkədə 50,1% qadınlar, 49,9% kişilərdir. Bunun səbəbi qadınların orta müddətin daha uzun olmasıdır. Kişilərdə isə xüsusilə də ağır iş şərtləri və yaxud da ki, pis vərdişlərin, tütün, alkoqolun daha çox qəbul edilməsi, halların çox olması orta ömür müddətin qısa olmasına səbəb olmuşdur. Sonra, əhalinin 50%-dən çoxu şəhərdə yaşayır. Bayaqdan da qeyd edilib, gördüyünüz kimi bənzər ifadələrdən istifadə edirlər. Doğrudur. 54%. Qadınların orta müddəti kişilərin orta müddətindən daha çoxdur. Doğrudur. Qadınlarda bu arada 75,4-dür. 75,4 yaş. Kişilərdə bu göstərici isə 69,9-dur. Səbəb isə dedik, fiziki ağır iş əməyində daha çox çalışması və yaxud da ki, pis vərdişlərdən daha çox aludəçilik etməsi. 1-3-4 cavabımız oldu A variantı. 5-də 20-ci əsrin 90-cı illərində əhalinin təbii artım yüksəlmişdir. Tam əksinə 90-cı illərdən etibarən artım tempi azalmağa başlamışdır. 90-a gəlirlər isə yüksək idi. 6-da təbii artım səviyyəsi demografi keçidin birinci mərhələsinə aiddir. Birinci mərhələ qəbili halında yaşayanlar üçün çəkəlir. Yüksək doğum, yüksək ölüm. Azərbaycan əhalisi isə demografik keçidin 3-cü mərhələsinə aiddir. Burada ölüm əvvəlki 2-ci mərhələdəki kimi aşağı olaraq qalır. Sadəcə doğum göstəriciləri azalır. Bu da təbii artımın aşağı düşməsinə, tempin azalmasına səbəb olur. Bunun səbəbi nədir? Qadınların ictimai fəallığının artması, iqtisadi çətinliklər və s. axır hər şeyin bahalaşması və s. səbəblər ola bilər. Davam edək. Cavabımız bəllidir, qeyd elədik. Növbəti 28-ə baxırıq. Xəritə sxemdə ştrixlərlə göstərilən regionlara xas olan ümumi xüsusiyyətlər. Regionlar, birinci regionumuz Qərbi Avropa regionudur. İkinci isə Hindistandır. Bizdən isə onlara aid ümumi xüsusiyyətlər. Urbanizasiya səviyyəsi çox yüksəkdir, şəhər arası deməkdir. Bu ifadə Qərbi Avropadır. Hindistanda isə nisbətən aşağıdır, çox yüksək deyə bilmərik. Bir gedər, bir gedirsə variantlardan da gedənləri aparaq.
Əhalinin təbii artımının birinci tipi xarakteridir. Birinci tip inkişaf etmiş regionlara və Şərqi Avropa kimi ölkələrə xarakteridir. Yəni Qərbi Avropaya aiddir. Hindistan ikinci tipdir. Bu da getdi. 2 də ortaq olmadığına görə, bu arada 1 olan bunu da silsək, zaten A ilə B arasında qalırıq. Orada isə 3-dən başlayırlar. 3 və ya 4-dən. 3-də nə deyir? Həyat səviyyəsi yüksəkdir. Bu ifadə Qərbi Avropaya, amma Hindistanda elə deyil. 3 də yanlışdırsa artıq cavab bəllidir. A variantı qalır. Beləliklə 4, 5, 6. Ekranda gördüyünüz ifadələr bu regionlar üçün ortaqdır. Əhali daha sıx məskunlaşıb. Əhalisi Hind-Avropa dil ailəsinə aiddir. Doğrudur. Xüsusilə də Hindistanlılar Hind-Ari qrupuna aiddir. Qərbi Avropada isə German, Roman, Slavyan və bu tipli xalqlar var məsəl üçün. Qədim məskunlaşma məntəqələri olması doğrudur. Keçid alaq digər suala. Ştrixlənmiş ərazi gördüyünüz kimi Şəki-Zaqatala iqtisadi rayonudur. Burada məskunlaşan az saylı xalqlar, əvvəlcə biz inzibati rayonları tanıyaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ inzibati rayonu. Davam edək. İndi bunların içərisində yaşayanların adlarını xatırlayaq. Ləzgi, Avar, Saxur, İnqloy, Udin xalqı yaşayır burada. İndi Saxurları götür. Yahudilər Quba tərəfdədir. Ona görə də bunu götürmədik. Udini götürək, Qəbələdə var. Kürdlər Şərqi Zəngəzur tərəfdədir. Xınalıq Qubanın kəndidir, elə orada yaşayan xalqdır. İnqloy da burada yaşayan xalqdır. Deməli, nə oldu? Ləzgi, Avar, Saxur, İnqloy, Udin. 1, 3, 6. Bu da C variantıdır. Sualımız isə 2021-in sualıdır. O vaxtı cəmi bir dəfə imtahan olub. Davam edək. 30-a baxaq. A ölkəsində əhalinin sayı 63,3 milyon. 63 milyon 300 min nəfər. Hər 1000 nəfərə görə də təbii artım 4 nəfər idi. B ölkəsində isə bu rəqəmlər belədir, oxuyun. Biz A ölkəsində təbii artıma baxaq. Mütləq göstərici neçə nəfərdirsə. 1000 nəfərə gələn A ölkəsi üçün olanları hesablayaq. 1000 nəfərə 4 nəfərdir. Mütləq artımı tapmaq üçün ölkə əhalisinə də x nəfər qoyursan. 63 milyon 300 min. Onu belə yazmalısınız. Buna da x nəfər. Görək nə qədər artım var. Bu minlər getdi. İndi çarpaz x-i tapmaq üçün 4-ü vurursunuz. 63 min 300-ə. Gəlin baxaq görək nə qədər edir. Deməli 253 min 200 nəfər artım var. İndi B ölkəsi üçün də bənzər vəziyyəti hesablayaq. B ölkəsində müvafiq olaraq göstəricilər yenə də 1000 nəfərə 4 nəfərdir yazıram. 1000 nəfərə 4 nəfər. Əhali sayısı 62 milyon 700 min nəfərdir. Qeyd edək 62 milyon 700 min nəfər. Buna da x qoyursunuz. Burada da indi alt-alta minlər ixtisar gedəndən sonra x bərabərdir. Bu səfər 4-ü 62 min 700-ə vurursunuz. Gəlin baxaq görək nə qədər edir. 250 min 800. Və bizdən nə istəyir? Deyir ki, A ölkəsində əhalinin illik təbii artımı, yəni bu 253 min 200 nəfər. B ölkəsində neçə min nəfər çoxdur. B ölkəsində də 250 min 800-dür. Aradakı fərqi istəyir, amma 1000 nəfərlə 1000-ə böləcəksiniz. Gəlin tapaq. Deməli, aradakı fərqi tapaq. 253 min 200 çıxılsın 250 min 800. Bu da elədi 2400. 1000 nəfərin istədiyinə görə elə 1000-ə böldünə. Bu da eləyəcək nə? 2/4. 1000 nəfərin istədiyinə görə B doğrudur. Davam edirəm. 2020-nin 13 və 14 avqustunda istifadə edilən qəbul sualları bir-birindən çox oxşar olub. Diqqət edirsinizsə 13 avqust tarixində sualımız belədir. Bir gün sonra digər zona üçün təşkil edən imtahanda da elə eyni formatdakı suala oxşar sual düşüb. Baxaq. Yəni yaxındır da bir növ. Baxaq. Bu səfər ölkə əhalisi 62 milyon 500 min nəfər təqdim edilib. İl ərzində ölkədə hər 1000 nəfərə doğulanların sayı 5 nəfər, ölənlərin sayı 1 nəfərdir. 5 nəfər doğulu, 1 nəfər ölürsə, 1000 nəfərə görə təbii artım nə qədərdir? Doğulandan öləni çıxırsan 4 nəfər edir. Yazaq. 1000 nəfərə 4 nəfər artım var. Deməli,
Ölkə əhalisi nə qədərdir? 62 milyon 500 min nəfərdir. Gəlin görək 62 milyon 500 min insandan nə qədər artım olacaq? Burada 3 sıfırlar gedərsə yazaq. X bərabərdir. 4'ü vururuq. 62 min 500. Çox yazdıq. 62 min 500'ər. Bu da elədi 250 min. Davam edək. Deməli, ölkədə təbii artım 250 min oldu. Sonra nə deyir? Növbəti ildə ölkə əhalinin sayı 62 milyon 700 min nəfərə çatmışdır. Əvvəl nə qədər idi? 62 milyon 500 min, indi 700 min olub. Növbəti ildə ümumi artım nə qədər olub? Ümumi artım 62 milyon 700 mindən 62 milyon 500 min çıxırsan, bu da elədi nə qədər? 200 min artım var. 200 min artımın təbii artım hesabına nə qədər oldu? Təbii artım hesabına biz az öncə hesabladıq ki 250 min artıb. Təbii artım hesabına 250 min. Bəs mexaniki artım hesabına nə qədər olub? Bu da ümumi artıma baxaraq deyə bilərsən. Təbii artım 250 min artmasına baxmayaraq ümumi artım 200 min olub. Deməli, mexaniki artım mənfi 50 mindir. Yəni, regionu 50 min insan tərk edib ki, bu 250 minin üzərinə mənfi 50 min gələndə ilə 200 min edəcək. Neysə, ümumi artım nə idi ki? Təbii artımdan mexaniki artımın cəmidir. 250 min üzərində neçə gəlsən 200 min edər, mənfi 50 min. Deməli, regionu 50 min insan tərk edib. Eyni sualı ifadəni birinci dəfə təkrarladıq, davam edək. Bu müddət ərzində ölkəni tərk edənlər, yəni mexaniki artım hesablayın, 50 mindir. 1000 nəfərlə ifadə etdiyinə görə 1000'ə böləcəksən. 50 mində 1000'ə böləndə ilə 50 edir. Cavabımız nə oldu? 50. Qaydaq dala, C-ni qaralayaq. Davam edək. Növbəti bir sualımız var. Bu hansı qəbuldursa qeyd etməmişəm. Yəqin ki, bu da 2020'nin qəbuludur. Hər neysə. Deyir, Qafqaz dil ailəsinə mənsub əhalisi olan inzibati rayon, xüsusilə də Şəki-Zaqataladakı Ləzqavar, Saxur, İnqiloylar Qafqaz dil ailəsinə aid idi. Bu zonada Balakən və Qəbələ inzibati rayon yerləşir. Deməli, getdi bura. Hind-Avropa dil ailəsinin İran qrupunun aid əhalisi olan inzibati rayon. Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid olanlar, xüsusilə də ölkəmizdə yaşayan talışlar və yaxud da ki, kürdlərdir. Onları biz xüsusilə də lirik astarada talışları görə bilərik. O yüzden də cavabımız A olacaq. Sonra, milli tərkibi yekcins olan inzibati rayonlar. Yekcins, bayaq demişdik ki, Azərbaycanlıların 90%'dən artıq paya malik olduğu ərazilərdir. Və biz bunu təbii ki, iqtisadi rayon olaraq desək, Naxçıvan deyə bilərik. Naxçıvandakı elə Ordubad rayonu buna misaldır. Dağlıq Şirvanı qeyd edə bilərik. Elə Ağsu oradakı inzibati rayondur. Həmçinin mərkəzi Aran, Mil, Muğan, Şirvan, Salyan, Gəncə, Daşqəzən və Qazax, Tovuz kimi iqtisadi rayonlarımız milli etnik tərkibinə görə yekcinsdir. Buna görə də B də gedir 3-cüyə. Cavabımız da buna uyğun olacaq. C, A, B. Buna uyğun D variant edir. 2022-ci il iyulun 7-sində yay imtahanında istifadə edilən situasiya ilə əhali ilə bağlı bir situasiya idi. Gəlin baxaq görək situasiyamızdan nələrdən bəhs edir. Dünya ölkələrində əhalisinin sayı daim dəyişir. Bu dəyişmə təbii artım və mexaniki hərəkət hesabına baş verir. Bayaqdan biz məsələlərdə buna toxunurduq. Son olaraq da bu məsələni görə bilərdiniz. Hansı ki, burada mənfi idi mexaniki artım. Hər neysə. Davam edək. Əhalinin miqrasiyası, köçü müxtəlif səbəblərdən olur. Sosial, iqtisadi, siyasi, ekoloji səbəblərdən yaranır. Dünya ölkələrində miqrasiya mənfi, yəni emiqrasiya çox olanda olur və ya müsbət, yəni immiqrasiya gələnlər çox olanda saldo ilə xarakterizə olunur. Saldo aradakı fərqdir, gələn gedən arasındakı fərq. Bu da əhalinin sayına təsir göstərir. A ölkəsində əhali sayı 25 milyon nəfərə, hər 1000 nəfərə isə doğulanlar 37, ölənlər isə 12 nəfər olmuşdur. Bu arada 1000 nəfərə 37-dən 12-ni çıxsaz 25 nəfər artım var. Sürətli şəkildə fikirləşirsiniz ki, bu ölkə necə tip ölkədir? İkinci tip, yüksək təbii artım var. 1000 nəfərə görə bu göstərici 12-dən çoxsa ikinci tip idi. Növbəti il ölkə əhalisinin sayı 25,4 milyon nəfərə çatdı. Deməli, əvvəlki il 25 idi, növbəti il 400 min artım olub. Bunların altına xət çəkim ki, diqqətinizdə olsun. Sonra,
Növbəti bir məqam 37 doğuldu, 12 öldü, 25 təbii artım oldu 1000 nəfərə görə. Bu göstəricilərə əsasən A ölkəsinin inkişaf səviyyəsini, əhalisinin sayına təbii artım və mexaniki hərəkətin təsirini izah etmək olar. Hər neysə. İndi bunları izah edəcəyik. Tutalım. 33-də deyir ki, verilən göstəricilərə əsasən A ölkəsinin inkişaf səviyyəsini müəyyən edin. Biz deyəcəyik ki, A ölkəsində deməli inkişaf səviyyəsi inkişaf etməkdə olan ölkələrdir. İnkişaf etməkdə olan ölkələrdir. Və bizdən ikinci tərəfdə də deyir ki, səbəbinizi izah edin. Səbəb də biz bayaqları doğulan ölən arasındakı 1000 nəfərə görə göstəriciləri qeyd edəcəyik. Hər 1000 nəfərə görə doğulan 37, ölən 12-dir. Deməli 37 çıxılsın 12 elədi 25. 1000 nəfərə görə 25 nəfərdirsə, bu rəqəm gördüyünüz kimi 12-dən çoxdursa, o zaman neçənci tip olur? İkinci tip. İkinci tip olur, ənənəvi tipdir. Yüksək təbii artım. Bu da inkişaf etməkdə olan ölkəsinin səciyyəvidir. Növbəti suala diqqət edək. Verilən hər 1000 nəfərə görə təbii artım göstəricilərinə əsasən növbəti il üçün əhalinin sayını hesablayın. Hər 1000 nəfərə görə təbii artım göstəricinə əsasən deyir. Hər 1000 nəfərə görə təbii artım az öncə tapdıq ki, necə idi? 25 nəfər. Və əhalinin sayını növbəti üçün proqnoz edək. 25 milyonda nə qədər törəyəcək? Əhali sayı 25 milyonda yazaq. Deməli, 1000 nəfər üçün 25 nəfər artım varsa, 25 idi, yoxsa nə qədər idi? 25 nəfərdir də. Ölkə əhalisi nə qədər idi? Elə o da 25 milyondur. Diqqətli olun, 25-lər sizi şaşırmasın. 37 doğulub 12 öldüyünə görə 1000 nəfərə görə təbii artım 25-dir. Ölkədəki ümumi artımı isə 25 milyon nəfərə x qoymaqla tapacaqsınız. Baxaq. Bu 1000 ilə bu 3 dənə 0 gedər. X bərabərdir 25 vurulsun 250.000. Davam edək. Burada 25'i 25'e vuranda nə edir? 625, bunu bildik. 3 dənə də böyrünə 0 qoyaq. 1, 2, 3. Deməli, təbii artım üçün növbəti ildə 625.000 artım olardı. Növbəti il üçün əhalinin sayını hesablayın. Əhalinin sayını hesablamaq üçün də 25 milyonun üzərinə bu 625.000 gələcəksən. 25 milyonun üzərinə plus 625.000. O zaman nə qədər eləyəcək? 25 milyon 625.000. Növbəti ildə əhali sayı bu qədər olmalı idi təbii artıma görə. Sonra nə deyir? Deməli, birinci bunu qeyd etməliydiniz. Ölkədə üstünlük təşkil edən miqrasiya növünü müəyyən edərək fikrinizi müəyyən edib yazın. Əsaslandıraq yazaq. Biz baxaq görək növbəti ildə əhali sayı nə qədər olub? 25 milyon 400 min olub. Amma biz əslində təbii artım hesabında növbəti ildə əhali sayı nə qədər olmalıydı? 25 min 625 min. Deməli, bundan da 25 milyon 400 min çıxanda arada nə qədər fərq var? 25 milyon 625 mindən çıxıram 25 milyon 400 mini. Bu da elədi 225 min. 225 min azalma baş verib. Deməli, azalmanın səbəbi nədir? Emiqrasiyanın üstün olması. Deməli, ikincidə deyəcəksiniz ki, emiqrasiya üstündür. Bayaqları biz nə demişdik? Regionu tərk edənlər çoxdursa emiqrasiyadır, gələnlər çox isə emiqrasiya. Burada emiqrasiyadır. Səbəb isə təbii artım hesabında normalda 25 milyon 625 min olmalıydı, amma yekunda gördüyün kimi 25 milyon 400 min olub. Yerdə qalan 225 min ölkəni tərk edənlərdir. Buna da emiqrasiya yazırsan. Növbəti bir baxaq görək tapşırığımız nədir? Sonuncu tapşırığımız bu videoda üçün. Xəritə sxemdə A ölkəsinin miqrasiya saldosuna uyğun gələn ölkələri rəqəmlərə müvafiq bu arada qeyd etmək və buna səbəb olan da 2 dənə amil səbəb qeyd etməliyik. Birinci növbədə biz A ölkəsində miqrasiya saldosu mənfi idi. Mənfi 225 min azalma baş verirdi. Bu adətən kasıb geri qalmış regionlar üçün səciyyəvidir. Belə regionlar rəqəmlərə uyğun olaraq misal üçün yaza bilərsiniz ki,
2 rəqəmi ilə haradır bura? Somali. Sonra 3 rəqəmi ilə bura haradır? Əfqanistan. Əfqanistan, neysə. Bir də 6 rəqəmi ilə Suriya. Deməli, qeyd etdiyimiz ölkələr bunlardır. Qaldı ki, bunlarda emiqrasiyanın üstün olmasına 2 dənə səbəb desəz, ilk öncə səbəb kimi, bu birinci tərəf idi. İkinci tərəfə də səbəb kimi, xüsusilə də bunların siyasi sabitliyin olmaması. Yəni, tez-tez bunlarda müharibələrin olması. Siyasi sabitlik olmuyor. Siyasi sabitlik. Digər də iqtisadi, sosial zəmində, yəni tam işsizlik. Tutalım, bu tip ölkələr geri qalmış ölkələrdir. Bunlarda iş yerləri azdır, amma təbii artım necədir? Yüksəkdir. Bu da nəyə səbəb olur? İşsizliyə. Bu da insanların daha yaxşı həyat axtarışı üçün ölkəni tərk etməsinə gətirib çıxarır. Ümumi olaraq sizlər üçün bu videoda əvvəlki illərdə abituriyentlərin imtahanlarında istifadə edilən əhaliyə dair qəbul testlərini bir-bir geniş şəkildə təqdim elədim. Düşünürəm ki, bu izahlar qarşıdakı imtahana hazırlaşanlar üçün, ciddi hazırlaşanlar üçün əla bir fürsət oldu. Sona qədər izləyənlərə təşəkkür edirik. Hər birinizə də qarşıdakı imtahanda uğurlar arzu edirik. Əməyə bir təşəkkür əlaməti üçün videonu bəyənərək bir kiçik öz fikirlərinizi qeyd edə bilərsiniz. Növbəti video izahlarda hansı mövzu üçün bu tipli video izah çəkməyimi istəsəz də qeyd edərsiniz. Ona uyğun da imtahana qədər video çəkilişlərimizi davam etdirəcəyik. Hələlik, sağ olun.